istəyirəm ki, vallahi hamı istəyir ki, baş hissəsində bu çanqanların ustası olsun, professionalcasına başlasın özünü reklam eləməyə. Maşının yarısını söküb göndərmisiniz mənim üstümə, ay filan kəsər. Maşının nə işləmir? Yoxla. Deməli, knopkanı basırsan heç bir reaksiya yoxdur. Çanqan A05 2025-ci il modeldir. Qardaş deyir ki, multiroldan istifadə edə bilmirəm. Yaxınlaşıb deyiblər ki, proqram yazılmalıdır. Birinə yaxınlaşıb deyib ki, bunların içində, şturvalın içində lenta olur. Lenta qırılanda bu modellərdə belə olur. Ay, yalansa Allah sənin başına daş salsın. Problem buradadır. Ay, mən deyən. Deməli, nə edirik indi? Biz lentanı dəyişirik. Qısa olsun video. Sonra sənə göstərirəm, bax. Sökür oğlum. Все. Plasmaslarda. Yoxla multimetre rolu. Abaya kod verilmiş ya. Deməli sən dedin ki, Maestro şturvalı çıxartdım, şturvalın içindən spiral keçirdim. Onu kəsdik, çaladıq. Bu artıq idi orada. Bunu dəyişdim, maşın düzəldim. Ağızdan nə gələn danışır, kimlə gəldi Quran haqqı. Bu maşının da şeyi yoxdur ki, buynuzu yoxdur ki, bunu da prosta texnikada da bilmək lazım. Düzdür, elektronika cəhətdən çox güclüdür. Hər adamın ustanı, yəni bunu anlayacaq qədər, qavrayacaq qədər o qədər deyil. Əvvəl Chevroletdə Cruze-dakı kimi də tökülün. Tökülün nə göbələk kimi. Hər əvvəl əlimizə bir şey alın ki, batarya dəyişirik.